Bugün zebra keksi hazırladım. Hem yumuşak alındı hem çok dadlı alındı. Gelin başlayaq. Əvvəlcə qabın içərisinə yumurta və şəkər tozu əlavə etdim. Mikserlə tam ağarana dək qarışdırdım. Daha sonra üzərinə duru yağ və süd əlavə etdim. Yenidən qarışdırdım. Ən sonda isə qabartma tozu və un əlavə etdim. Un normalda 2 stəkan gedir. Biz sadəcə əvvəlcə 1 stəkan yarım unu əlavə edirəm. Mikserlə qarışdırıram. Sonra xəmirimizi 2 yerə bölürəm. Bir xəmirə yerdə qalan yarım stəkan un əlavə edib mikserlə qarışdırıram. İkinci xəmirimizə isə yarım stəkan, yəni 2 xörək qaşığı kakao əlavə edirəm. Onu isə ayrıca qarışdırıram. Daha sonra soba listinə əvvəlcədən yağlayıram, unlayıram və videoda gördüyünüz kimi xəmirlərdən əlavə edirəm ta ki bütün xəmirlər bitənədək. Sonra sobada 170 dərəcədə bişirirəm. Çox dadlı alınır. Həm dadı, həm görünüşü çox möhtəşəm olan kekslərdən biridir. Həm də övladlarımızın çantalarına qoya biləcəyimiz keksdir.